Salam hörmətli abituriyentlər. İkinci qruplar üçün sınaq imtahanı birinci sınağın izahına başlayırıq. Birinci sual. Albaniya və Manna dövlətindən fərqli olaraq Atropatena dövləti A variantı Midiya dövlətinin hücumuna məruz qalmışdır. Xeyr, Albaniya Midiya dövlətinin hücumuna məruz qalmamışdır. B bəndi Yunan yazısından istifadə edilmişdir. Mannada istifadə olunmamışdır. Albaniyada istifadə olunub. C. Eramızın ilk əsrlərində yerli şüşə qablar hissə alınmışdır. Albaniyaya aiddir. Bu belə deyək, Atropatena aid deyil. Roma Respublikasının qoşunlarına qalib gəlmişdir. Bəli, cavab D bəndi. Eramızdan əvvəl baş verən 36-cı il Fraspa döyüşündə Atropatena dövləti belə Roma İmperiyasının, Roma Respublikasının qoşunlarına qalib gəlmişdir. İkinci sual, uyğunluq gözlənilmişdir. A variantı ziviyədən tapılmış gümüş süni üzərindəki yazılar sübut edir. Mannada mixi yazıdan istifadə edildiyini, xeyr, Səfdi Həsənlidən tapılan. B variantı Roma İmperatoru Pompeyin Atropatena qoşunlarına məğlub olmuşdur Fraspa döyüşündə. Səhv variantıdır, çünki Pompey Roma İmperatoru olmamışdır. C variantı Albaniyanın mədəni abidələrinə aiddir. Kerifti abidəsi Atropatena dövlətinə aiddir. D variantı Mannada mərkəzləşmiş dövlətə çevrilmişdir. Eramızdan əvvəl 9-cu əsrin ikinci yarısında. Xeyr, səhv variantı 8-ci əsrin ikinci yarısında. E variantı Selevki hökümdarı Atropatenaya hücum etdi. Hökümdar Artabazın asılı vəziyyətə salmışdır. Bəli, cavab Y variantı. Eramızdan əvvəl 223-cü ildə deməli 3-cü Antiox Atropatenaya hücum etmiş və hökümdar Artabazını asılı vəziyyətə salmışdır. 190-cı il eramızdan əvvəl Maqnezi döyüşünə qədər Atropatena dövləti Selevkilərdən asılı vəziyyətdə olmuşdur. Üçüncü sual, cədvəldə hansı hadisələrin yeri dəyişdirilərsə, hadisələrin xronoloji ardıcıllığı düzgün alınır. Süni yoldan istifadə edilməyə başlanması deməli belə deyək, orta paleolit dövründə, insanlar oturaq həyata keçməsi neolit dövründə, sənətkarlığın müstəqil sahəyə çevrilməsi orta tunc dövründə, Kür ərazi mədəniyyətinin yaranması erkən tunc dövründə, siklopik tikililərin inşa olmağa başlanması son tunc erkən dəmir dövründə. Cavablardan göründüyü kimi Kür ərazi mədəniyyəti sənətkarlığın müstəqil sahəyə çevrilməsindən əvvəl gəlməlidir. Cavab burada C variantı 3 və 4. Dördüncü sual, hərbi işğallar dayandı. Köhnə dinlərə və tanrılara qarşı mübarizə aparıldı. Deməli, göstərilənlərin nəticəsində mediada A. Əhəməni dövləti ilə yeni müharibə başladı. Xeyr, düzgün cavab ola bilməz. B. Hökümdar hakimiyyəti daha da gücləndi. Xeyr. C. Ölkədə xristiyanlıq dini sürətlə yayılmağa başladı. Mediada xristiyanlığı yayılmamışdır. Əyanlarla hökümdar arasında ziddiyyətlər. Bəli, cavab D variantıdır. Yəni göstərilən şərtlər Midiyanın hökümdarı Astiaqın hakimiyyəti dövründə baş vermişdir. Ona görə də əyanlarla hökümdar arasında ziddiyyətlər artdı. Beşinci sual. Verilənlərin arasında hansı hökümdara aid məlumat yoxdur? Deməli, burada hökümdarlar variantlarda verilir. A. Ariobarzana, B. Artabazda, C. Kiaksara, D. Oraysa, E. Aryavasta. Deməli, A variantı Ariobarzana Midiyada İskit işğalına son qoymuşdur. Midiyada İskit işğalına son qoymuşdur. Bu Kiaksara aiddir. Burada uyğun variant var. Deməli, birinci deməli gedəcək burada C variantına gedəcək. Roma sərkərdəsi Antoniya qarşı vuruşmuşdur. Roma sərkərdəsi deməli Antoniya qarşı vuruşmuşdur. Bu Artabaza aiddir. Bu gedəcək deməli 2-yə gedəcək. Bu variantı gedəcək burada. Oktavian Avqustun köməyi ilə hakimiyyətə gəlmişdir. Bu Ariobarzana aiddir. A variantına gedəcək. Kür çayı sahilində baş vermiş döyüşdə söhbət burada deməli eramızdan əvvəl 66-cı il döyüşünə gedir. O deməli Pompeyə məğlub olmuşdur. Oraysa aiddir. D variantı. Deməli 4 D variantıdır. Bəli, beləliklə verilən variantlar içərisində E variantı Aryavasta aid heç bir düzgün variant verilməmişdir. Növbəti sual, xronoloji ardıcıllığı düzgün müəyyən edin. Bir Midiyanın Manna dövlətinin varlığına son qoyması eramızdan əvvəl 590-cı ildə, Atropatın Baryaksin üsyanının yatırılması 328-ci ildə,
Qaştaritinin mediada Assur əsarətinə son qoyması eramızdan əvvəl 672-ci ildə, Alan tayfalarının Atropatenaya deməli yürüş etməsi eramızın 72-74-cü illərdə. Beləliklə 6-cı sualda cavab deməli 3, 1, 3, 1, 2, 4 olacaq. Çoxdan aza gedirik və alanların yürüyüşü bizim eramıza aid olduğu üçün sona gedəcəkdir. Növbəti sualımız 7-ci sual. Euler-Venn diaqramına uyğun bəndləri deməli müəyyən edin. Artabazan, artabaz. Deməli 6-cı sualda cavab hələ D variantı oldu. Üzr istəyirəm, A variantı qeyd eləmişik. Biz burada D variantı oldu. Növbəti sualımız 7-ci sualdır. Deməli, Euler-Venn diaqramına uyğun bəndləri müəyyən edin. Artabazan, artabaz. Deməli, burada hakimiyyəti illərində ölkə iadeli hücumlara məruz qalmışdır. İadeli hücumlara məruz qalmışdır. Hər ikisinin dövründə deməli iadeli hücumlara məruz qalmışdır. Burada deməli bu A variantı deməli 3-ə gedəcək. Artabazın hakimiyyəti dövründə Selevkilərin, Artabazın hakimiyyəti dövründə Romaların yürüşünə məruz qalmışdır. Romaların yürüşünə məruz qalmışdır. Sonra Roma ilə dostluq əlaqələri saxlamışdır. Roma ilə dostluq əlaqələri saxlamışdır. Deməli, bu Artabaza gedəcək orada. Deməli, 2-yə B variantı gedəcək. Sonra eramızdan əvvəl 3-cü əsrin birinci yarısında Selevkilərdən aslı vəziyyətə düşmüşdür. Eramızdan əvvəl 3-cü əsrin birinci yarısında Selevkilərdən aslı vəziyyətə düşmüşdür. Atropatena Selevkilərdən aslı vəziyyətə düşmüşdür. Eramızdan əvvəl 223-cü ildə 3-cü əsrin birinci yarısı deyil, 3-cü əsrin ikinci yarısıdır. Ona görə düzgün cavab qəbul edilə bilməz. Qərbi Roma imperiyasının qoşunları məğlub etmişdir. Verilən hökmdarlardan heç biri məğlub etməmişdir. Qərbi Roma imperiyası həmin dövrdə mövcud olmamışdır. 3-cü Antioxa qarşı mübarizə aparmışdır. Bu gedəcək, deməli, Artabazana gedəcəkdir. Üzr istəyirəm, deməli, bir dəqiqə, deməli, E variantı. E variantı belə gedəcək. Beləliklə, cavab orada 1E, 2B, 3A variantı, cavab orada A variantı. Növbəti sualımız 8-ci sualdır. 8-ci sualda erkən tunc dövrünə aid deyil. Bir təsərrüfatda kişi əməyinin ön plana çıxırılması bəli düzdür. Yəni ata xanlığının yaranması ilə əlaqədardır. İlkin şəhər mərkəzlərinin yaranması orta tunc dövrünədir, aid deyil. Məlum olan ev heyvanlarını demək olar ki, hamısının əhəlləşdirməsi başa çatması enolit dövrünə aiddir. Qəbirlər üzərində kurqanların qurulması erkən tunc dövrünə aiddir. İkinci ictimai deməli əmək bölgüsünün baş verməsi belə deyək, ikinci ictimai əmək bölgüsünün baş verməsi orta tunc dövrünə aiddir. Sualda bizdən tələb olunur, erkən tunc dövrünə aid deyil. Deməli, 2, 3, cavab burada 2, 3, 5. 2, 3, 5 olacaq burada cavab. Yəni, B variantı olacaqdır. 8-ci sualda cavab orada B variantı. Bir də təkrar edirik ki, erkən tunc dövrünə aid deyil. 9-cu sual. Manna və İskit dövlətləri üçün oxşarlıq təşkil etsə də Albaniya dövləti üçün xarakterik deyildi. Eramızdan əvvəl 1-ci minillikdə mövcud olması bəli. Hər üç dövlət 1-ci minillikdə mövcud idi. Midiya dövləti ilə mübarizə aparılması, Manna və İskit dövləti Midiya dövləti ilə mübarizə aparmış və Midiya dövləti hər iki dövlətin varlığına son qoymuş, amma həmin dövrdə, yəni Midiya dövlətinin mövcudluğu dövründə Albaniya dövləti mövcud deyildi. Ona görə cavab burada B variantı Albaniya dövləti üçün xarakterik deyildir. Eyni əsrdə baş vermişdir. 10-cu sual deməli eyni əsrdə baş vermişdir. Bir Maqneziya döyüşü Afina dənizçiləri yaran Maqneziya döyüşü eramızdan əvvəl 2-ci əsrdə baş verib, Afina dəniz ittifaqı 5-ci əsrdə mövcud ola bilməz. Azərbaycanda türk tayfaların ilk böyük axını Drakon qanları hər ikisi eramızdan əvvəl 7-ci əsrdir. 7-ci əsrdə baş verib. Atropatenanın Selevkilərdən asılı vəziyyətə düşməsi, Atropatenanın Selevkilərdən asılı vəziyyətə düşməsi eramızdan əvvəl 3-cü əsr. Roman Aralıq dənizinin hövzəsində belə deyək, güclü dövlətə çevrilməsi deməli 3-cü əsrdə bu da ola bilməz.
Atropatenanın Selevkilər dövlətinin asılı vəziyyətə düşməsi bu deməli eramızdan əvvəl 3-cü əsrdir. Romanın Aralıq dənizində özünə güclü dövlətə çevrilməsi bu isə baş vermişdir eramızdan əvvəl 2-ci əsrdə baş verə bilməz. Aşurbanipalın Mannaya hücumu deməli 650-ci il, Afinada gümüşpulların kəsilməsi hər ikisi eramızdan əvvəl bəli 7-ci əsrdir. Cavab burada 2, 4, A variantı. 10-cu sualın cavabı A variantı. Növbəti sualımız 11-ci sual. Deməli, Azərbaycan tarixinin 3-6-cı əsrdən fərqli olaraq 7-9-cu əsrlərdə əhalinin siyahıya alınması həyata keçirildi. 3-6-cı əsrlərdə də Sasanilər dövründə Azərbaycanda əhali siyahıya alınmışdır. 7-9-cu əsrlərdə Ərəb xilafəti dövründə əhali siyahıya alınmışdır. Deməli, burada cavab ola bilməz. Əhalidən can vergisi toplanırdı. Hər iki dövrdə, həm Sasanilər dövründə, həm də Ərəb xilafəti dövründə can vergisi toplanırdı. Xəzər xanlığının Azərbaycana yürüşlərinə son qoyulmuşdur. Bəli, cavab burada C variantıdır. Çünki Azərbaycana 6-cı əsrə qədər Xəzər xanlığının hücumu olmamışdır. Amma 7-9-cu əsrlərdə Azərbaycana Xəzərlərin hücumu olmuşdur və həmin əsrlərdə son qoymuşdur. 11-ci sualın cavabı C variantı. 12-ci sualın cavabı hadisə nəticə əlaqələrinin doğru verilmədiyi bəndi müəyyən edin. İranzunun mərkəzləşdirmə siyasəti yürütməsi Mannanın güclü dövlətə çevrilməsi aiddir. Düz variantdır. Sarqonun eramızdan əvvəl 714-cü ildə Manna yürüşü Uali ilə ittifaqının bərpa edilməsi xeyr. Həmin dövrdə Sarqon 8-ci əsrdə hakimiyyətdə olmuşdur. Uali 7-ci əsrdə, ona görə uyğun variant deyil. Aşerinin Assuriya ittifaq pozması İzurtunun Aşurbanipal tərəfindən tutularaq yandırılması bəli, düz variantdır bu. 650-ci ildə eramızdan əvvəl. Mannanın Assuriyaya kömək göstərməsi Urartu tərəfindən Assuriyanın varlığına son qoyulması səhv variantdır. Assuriyanın varlığına Midiya dövləti 605-ci ildə Babillə ittifaqda olarkən son qoymuşdur. Beləliklə cavab burada gözlənilmədiyi, düzgün verilmədiyi variant A variantıdır. 2-4. 13-cü sual. İkinci Vaçenin hakimiyyəti dövründə Albaniyanın paytaxtının köçüldüyü şəhər müəyyən edin. İkinci Vaçenin hakimiyyət dövrü 440-463-cü illər hesab olunur və həmin dövrdə ikinci Vaçenin dövründə Albaniyanın paytaxtı Bərdə şəhərinə köçürülmüşdür Qəbələdən və cavab burada 3, cavab burada 13-cü sualın cavabı D variantı. 14-cü sualın cavabı uyğunluğu müəyyən edin. Uyğunluğu müəyyən edin. Deməli, birinci Şapur və ikinci Mömin Vaçaqan. Deməli, 4-cü əsrdə hakimiyyətdə olmuşdur. Xeyr, birinci Şapur 3-cü əsrdə hakimiyyətdə olmuşdur. Cavab kimi götürülə bilməz. Roma qoşunları ilə mübarizə aparmışdır. Bəli, 3-cü əsrdə 260-cı ildə Roma qoşunlarını məğlub etmişdir və bu döyüşdə qələbə qazanan Şapur Albaniyanı işğal etmişdir. Deməli, birinci Şapura bir B gedəcək. Albaniya siyasi vəziyyət salmışdır. Bəli, bəli, bunu qeyd elədi. Bir orada BC. Arşakilər sülaləsinin son nümayəndəsi olmuşdur 3-cü Mömin Vaçaqan. Bəli, Arşakilər sülaləsinin sonuncu nümayəndəsi olmuşdur. Çünki 510-cu ildə Albaniyada Arşakilər sülaləsinin hakimiyyətinə son qoyulmuşdur və uzun müddətli mərzbanlıq dövrü başlamışdır və sonraki 7-ci əsrdə Mehranilər sülaləsi hakimiyyətə gəlmişdir. Zərdüştün zorla yayılması haqqında fərman vermişdir. Zərdüştün zorla yayılması haqqında fərman vermişdir. Xeyr, qəbul edilə bilməz. Əksinə, xristiyanlığın əsasən yayılması haqqında siyasət yürütmüşdür. Aquin kilsə məclisi çağırmışdır. Bəli, 488-ci ildə. Beləliklə 1AC 2AC cavab burada B variantının 14-cü sualda deməli B variantıdır. Bir də qeyd edirik. Bir BC üzr istəyirik. Cavab burada B variantı deyil. Cavab burada 1 BC 2 AC. Cavab burada C variantı. Doğru fikri müəyyən edin. Atropatena torpaqları vahid dövlət tərkibində birləşdirmişdir. Birinci Vaçaqan tərəfindən. Xeyr, birinci Vaçaqan Alban hökmdarıdır. Doğru fikir deyil bu. Xostaq adlanan irsi torpaqlar verilirdi 3-7-ci əsrin əvvəllərində. Xostaq irsi torpaqlar sayılmırdı. Dastakert irsi torpaqlar sayılırdı.
C variantı yeni Alban əlifbası yaratmışdır. Urnayın hakimiyyət dövründədir. Asuagen hakimiyyəti dövründədir. D variantı Sasan-Bizans müharibələrində Sasanlar müttəfiq olmuşdur. Urnayır olmuşdur. Deməli, həmin dövrdə Bizans dövləti mövcud deyildi. Çünki hələ Urnayın hakimiyyət dövrü 313-371-ci ildədir. Bizans dövləti Şərqi Roma imperiyası 395-ci ildə yaranmışdır. E variantı Sasanilər Məzdəkilər hərəkatını yatırmışdır. Axund dövlətinin köməyi ilə bəli, düzdür. 1-ci Qubat Məzdəkilər hərəkatına qarşı mübarizədə Axundlardan istifadə etmişdir. Kömək istəmişdir. 16-cı sualın cavabı Albaniyada Mehranilər sülaləsinin hakimiyyəti olduğu illərə uyğundur. Albaniyada Mehranilər sülaləsi 630-705-ci illərdə hakimiyyətdə olmuşdur və görək onların hakimiyyət dövründə hansı hadisə baş vermişdir. Ərəblərin Bənəcər şəhəri tutulması artıq 722 Mehranilər hakimiyyətdə deyildilər. Savalan dağı yaxınlığında döyüş 830-cu illəri hakimiyyətdə deyildilər Mehranilər. Sasanilər dövlətinin varlığına son qoyulması ərəblər tərəfindən olub 651-ci ildə bəli Mehranlərin hakimiyyəti dövrünə uyğun gəlir. Növbəti sualımız 17-ci sualdır. Deməli, uyğunluğu müəyyən edin, döyüşün adı qalib tərəf. Deməli, burada 662-ci ildə Kür döyüşü, B. Dizirav döyüşü, Nəhvan döyüşü, Amid döyüşü, Savalan yaxınlığında döyüş. Deməli, burada gedəcək, deməli, Xəzərlər Savalan döyüşündə qalib gəlmişdilər. Kür döyüşündə, A variantdan başlayaq. Deməli, Kür döyüşündə qalib gəlmişdir. 662-ci ildə qalib gəlmişdir. Albanlar verilməyib. Dizirav döyüşündə qalib gəlmişdir. Dizirav döyüşündə Romalılar qalib gəlmişdir, verilməyib. Nəhvan döyüşündə qalib gəlmişdir. Nəhvan döyüşündə qalib gəlmişdir. Ərəblər qalib gəlmişdir. Ərəblər qalib gəlmişdir. Deməli, 3-də E variantı gedəcək orada. Deməli, 3-də Nəhvan döyüşü 642-ci ildə Nəhvan döyüşündə qalib gəlmişdir. Ərəblər qalib gəlmişdirlərsə, deməli biz burada qeyd etməliyik burada. Deməli E variantı, yox C variantı. C variantını qeyd etməliyik. Sonra gəldi burada Amid döyüşündə qalib gəlmişdilər. 359-cu ildə Sasanilər qalib gəlmişdilər. Amid döyüşündə Sasanilər qalib gəlmişdilər. Belə deyək də D variantını biz burada qeyd etməliyik, Amid döyüşü. Sonra Savalan dağı yaxınlığında qalib gəlmişdilər. Xəzərlər qalib gəlmişdilər. Xəzərlər də burada gedəcək. Savalan E variantı. Beləliklə 17 1-ə E gedəcək, 2-yə D, 3-ə C, E variantı. Növbəti sualımız 18-ci sual. Cərmidən döyüşünün nəticəsini müəyyən edin. Ərəb qoşunları məğlub oldu. Xeyr, 643-cü ildə qalib gəldilər. Albaniya daxili müstəqilliyinə son qoyulmuşdur. Xeyr, 705-ci ildə son qoyulmuşdur. Ərəb qoşunları Qafqaza yolu açılıb. Bəli, cavab C variantı. Albaniyaya yolu açılmışdır. Albaniya Cənubi Qafqazda yerləşir. 19-cu sual. Deməli, Ərəb ağalığı dövründə mövcud olmayan torpaq mülkiyyət formasında icma torpaqları mövcud idi. İqta mövcud idi. Mülk mövcud idi. İncu mövcud deyildi. İncu Monqol işğalı dövründə yaranmışdır və hökmdar xan ailəsinə məxsus olan torpaqlar idi. Divan torpaqları da mövcud idi. Beləliklə 19-cu sualın cavabı deməli D variantı. Növbəti sualımız Albaniya hökmdarı Cavanşir. Cavanşirin hökmdarlığı illəri 642-681-ci illəri əhatə edir. Arşakilər sülaləsinə mənsub deyildi, Mehranlərə idi. Ərəb xilafətlə diplomatik əlaqə saxlamışdır 667-670-ci illərdə, düzdür ikinci variant. Xəzər xaqanlığını məğlub etmişdir, bəli 662-ci ildə. Paytaxtı Bərdə şəhərinə köçürülmüşdür. Artıq Bərdə şəhərinə yuxarıda sualları qeyd edildi, ikinci Vasini dövrünə köçürülmüşdür. Beləliklə o 20-ci sualın cavabı deməli C variantı 2-3 doğru variantdır. 21-ci sual Neolit və Paleolit dövrü üçün oxşarlıq təşkil edir. Deməli 21-ci sualda Ata xaqanlığının mövcud olması, Ata xaqanlığı heç bir dövrdə mövcud olmayıb, erkən Tunc dövründə yaranmışdır. İstihsal təsərrüfatının mövcud olması, bəli, istihsal təsərrüfatı ilk dəfə Mezolit dövründə yaranmışdır və ondan sonraki gələn bütün dövrlərdə mövcud olmuşdur. Cavab bu variantdır. 22-ci sual daha əvvəl baş
vermişdir. İbtidai maldarlığın qoyulması mezolit dövrü, saxsı qablar istehsalı neolit dövrü, insanların yaşayış məskənlərindən kənarda dəfn edilməsi, deməli erkən tunc dövrü, toxa əkinçiliyinin xış əkinçiliyini əvəz etməsi, erkən tunc dövrü, 3-cü əmək bölgüsü son tunc dəmir dövrü əhatə edir. Cavab burada A variantı. 20-ci sual mezolit dövrü. 23-cü sual Albaniyanın 4-cü əsr tarixinə aiddir. Xristianlığın rəsmi dövlət dininə çevrilməsi bəli aiddir. 313-cü il. Dövlətin Xəzər xanlığının baskılarına məruz qalması 7-ci əsr hesablanır 630-cu ildən. Haylandır Hunlardan ölkəyə deməli baskın etməsi 462-ci 63-cü illər 5-ci əsr. Kolt vilayətinin Roma qoşunları tərəfindən tutulması 371-ci il Dizrav döyüşündə. Cavab burada 1, 23-cü sualda 4 olacaq. Düzgün cavab burada 1, 4. Növbəti sualımız 24-cü sualdır. Sirdaka sövdələşməsinin şərtlərinə uyğunluğu müəyyən edin. Sirdaka müqaviləsi Aşşur dövləti ilə Manna arasında imzalanmışdır. Sarqonun Urartuya hücumuna qarşı Manna qorumalı idi. Bəli, düz variantdır bu. Urartu Subi və Zama vilayətlərinin sahib olmalıdır. Xeyr. Manna Aşur xəzinəsinə vaxtında xərac göndərməlidir. Aşşerin yenidən Aşur ağını qəbul etdi. Həmin dövrdə hakimiyyətli Ullusun idi. Cavab burada 24-cü sualda deməli 1, 3. 25-ci sual erkən və orta tunc dövrü üçün oxşarlıq təşkil edir. Əkinçilikdə qoşqu heyvanlardan istifadə olunması bəli, istifadə olunub. Süni suvarma sistemi hər iki dövrdə mövcud olub. İctimai əmək bölgüsü olub. Birinci ictimai əmək bölgüsü erkən tunc dövrü, ikinci ictimai əmək bölgüsü orta tunc dövründə. Hərbi işin cəmiyyətin həyatında ön plana keçməsi heç bir dövrdə olmayıb, son tunc dövrünə aiddir. Boyalı qablar mədəniyyəti ancaq isə orta tunc dövrünə aiddir. 25-ci sualda cavab 1, 2, 5. Növbəti sualımız 25-də 1, 2, 3. 1, 2, 3 oxşarlıq. Xronoloji ardıcıllığı 26-cı suala müəyyən edin. Manna dövlətinin varlığına Midiya dövlətinin varlığına son qoyulması eramızdan əvvəl 550. Kutilərin Akka dövlətinin süquta uğraması 22-ci əsr. Qavqamla döyüşün baş verməsi 331. Manna hökümdarı Ullusun Asur ilə ittifaqı pozması 710 deməli 718 16-cı il. 718 16-cı il Azadı. Azan ölümündən sonra 700 deməli ittifaq 716-da pozulmuşdur. Beləliklə cavab burada 26-cı sualda 2 4 1 3 2 4 1 3. 27-ci sual. Deməli, uyğunluğu müəyyən edin. Qəbala 2 amil 3 ilçə hami torpaqları. Məhkəmə işlərinə nəzarət edən şəxs idi. Bunlardan heç biri məhkəmə işlərinə nəzarət etmirdi. Ərəb feodallarının himayəsindən keçən torpaqları hami torpaqları idi. 3-ə gedəcək. Xərac toplama üçün nüfuzlu şəxslərə və cəza kağızı qəbala adlanırdı. Vergilərin yığılmasına nəzarət edən məmur deməli amil adlanırdı. Gedəcək. Torpağı olanlardan pulla alınan vergi həmin dövrdə torpaqları deməli vergidən torpağı olanlardan vergi pullu alınmırdı. O da ola bilməz. Beləliklə cavab burada 1C, 2D, 3B. Növbəti sualımız situasiya sualıdır. Atropatilərin cənub qonşuluğunda Çarlığa 3-cü Antiox keçdi. Antiox öz hakimiyyətinin ilk illərində çox böyük bir təhlükə ilə qarşılaşdı. Onlar təxminən 30 il ölkənin cənubunu özündən asılı hala saxladı. Bu zaman Ön Asiyada qüvvələr nisbətinin Antioxun xeyrinə olması Atropatenanı uzun müddət ondan asılı olmağa məcbur etdi. Lakin bu döyüş dövlətçiliyin qorumasına kömək etmiş oldu. Deməli, söhbət burada mənbədə bəslənən döyüşün adı eramızdan əvvəl 190-cı il deməli Magneziya döyüşündən söhbət gedir burada.
Atropatena bəhs edilən çarlıqdan asılarla düşməsinin mənbədə verilməyən səbəblərini deməli göstərin orada. Əsas verilməmişdir çünki o zaman hakimiyyətdə olan Artabazın, deməli Atropatena hökmdarı Artabazın Artabazanın mübarizəyə hazır olmaması idi. Mənbədə bəhs olunan döyüşün nəticələrinin ikisini yazın. Yəni burada Maqneziya döyüşü baş verdi. Selevkilər dövləti parçalandı və Atropatena yenidən müstəqillik əldə etdi.